Hüseyn ona göre bir milletin Hüseyni değil, bəşəriyyətin Hüseynidir. Hüseyn insanlığın şəhididir, insaniyyətin şəhididir. Ona görə gedin dünyanın hər hissəsinə baxın, İmam Hüseyn sevərlər var. İnanın Allaha, gedin izləyin, görəcəksiniz ki, belədir. Ərbəyində bir nəfər gördüyü rahib dedi, keşişdi, gedir İmam Hüseynin ziyarətinə. Bu illərdə də ona sual verdilər ki, ona müsahibə alırlar ki, sən niyə də, sən ki müsəlman deyilsən. Deyir, düzdür dinimiz ayrıdır, amma Hüseynimiz birdir. Hüseyn də bizim də Hüseyndir.